Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olunub. Kişini gördük, əlində qızıl sumkası ilə çıxanda. İzlədik, gördük, evin bildik. Quldurluq hadisəsi Şamaxı şəhərində baş verib. Naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar. Belə qərar gəldi ki, səhər evdən çıxanda götürəydim. Üçümüz də kişinin tələdik, kişi darvazaya dəydi, yıxıldı, götürdük sumkanı, atdıq maşına. Polis həyata keçirdiyi təxirəsalmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafır Balaqlanov tərəfindən törədildiyini müəyyən edib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda saxla işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər. Daha sonra izi itirmək məqsədi ilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar. Şirvanda bizi tutuyor. Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərər çəkmişə qaytarılması təmin olunub. Fakta görə cinayətçi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Diana Cəlali, Space xəbər.